Öz necəsən? Sağ ol, sən necəsən? Yaxşı. Bu günləri diqqət əksikliyi sindromu və hiperaktivlikdən danışaq. Dünən Danış. söz verdiyimiz kimi Dünənlər danışmışdıq aslında biraz. giriş elədik. Bugün ətraflı biraz danışmaq istəyirik. Deməli, bu hiperaktivlik və diqqət əksikliyi sindromu adından da bəlli olduğu kimi sindromdur və sindrom nədir? Sindrom bir neçə yaxud da simptomun birləşməsidir və bu durum bilindiyinin əksinə bu durumdan çox insan əziyyət çəkir. Və hətta bu insanların bəlkə də böyük əksəriyyəti xəbəri yoxdur ki, belə bir problemi var. Ancaq ağzıma böcək içirdi. Ancaq həyatda bunun əksikliklərini yaşayırlar. Deməli nədir? Ümumiyyətlə, hiperaktivlik və diqqət pozğunluğu sindromunun diaqnostikası üçün tələb olunan şərtlər onlardır ki, bu problemlər 6 yaşdan öncə artıq təzahür etməyə başlamalıdır. İkincisi də ən azından 6 ay bu simptomlar davam etməlidir. Bəs bunlar hansı simptomlardır? Əsas etibarda bu simptomlar 3 qrupa ayrılır. Birinci qrup diqqət əksikliyi. Hansı ki, bu o qədər spesifikdir ki, hətta bəzən hiperaktivlik olmadan diqqət əksikliyi sindromu deyə bir xəstəlik də var. İkincisi, bu xəstəliyin adının digər hissəsi, yəni hiperaktivlik. Və üçüncüsü də, əsas simptomlardan üçüncüsü də impuls kontrolunun pozulması. İndi bunlar tam olaraq nədir? Daha ətraflı və hansı xüsusiyyətləri var? Daha ətraflı indi danışacağıq. Birincisi, gəl danışaq diqqət əksikliyindən. Nədir bu diqqət əksikliyi? Beyində olan bütün düşüncələrin eyni anda bir neçə düşüncənin olması və onlardan hansısa birinə fiksə ola bilməmək. Bu diqqət əksikliyindən, məsələn, gəl birinci götürək uşaqlardan, sonra da yetişkinlərdən, yetkin insanlardan nümunə verək. İlk olaraq uşaqlarda. Bu, məsələn, məktəbdə, bağçada artıq özünü təzahür etməyə başlayır. Müəllimlər yaxud da tərbiyəçilər şikayətlənirlər ki, uşaq müəyyən bir mövzuya fiksə ola bilmir. Hər hansısa bir orqanizasiya ilə bağlı işləri, tutaq ki, bunu, daha sonra bunu icra etməlidir. Amma uşaq o, belə deyək, ardıcıllığı saxlaya bilmir. Daha sonra bağçada qrup şəklində uşaqlar otururlar. Bu uşaq stabil yerdə otura bilmir. Hər dəfə fərqli yerlərdə, yaxud da məktəbdə konkret partaları olur uşaqların, orada otururlarsa, bunlar otura bilmirlər. Çünki hər zaman fikirləri yayınır. Bir şeyə, bir mövzuya fiksə ola bilmirlər. Uzun müddət diqqətinin tələb olunması, uzun müddət diqqətli qalacaqları mövzuda, məsələn, kitab oxumaq deyək, yaxud da yazmaq deyək, bu problemdən əziyyət çəkən uşaqlar bunu icra edə bilmirlər. Çünki adından da göründüyü kimi diqqətlərini bir yerə cəlb edə bilmirlər. Və səbəb nədir? Səbəb olaraq, əsas birincisi olaraq 80% hallarda genetika böyük rol oynayır. Yəni, bu problemdən əziyyət çəkən şəxslərin 80%-də artıq genetikasında, yəni ailədəsə, kimdəsə bu problem var. Dediyim kimi, məsələn, yazmaq və oxumaqda problemlər yaşayırlar. Okay. 6 yaş dedin. Əgər xəstəyə 6 yaşında, indi hər kəsi adətən həkimə aparmırlar da. Əgər bu 20 yaşında, 25 yaşında, ərgənlik çağında, yetkinlik çağında bunun fərqinə varırlarsa, aktivdir, diqqətini cəlb edə bilmir. Bəs bu halda necə olur, diaqnoz necə qoyulur? Yəni bu yaşda da diaqnoz qoyula bilərmi? Əlbəttə, bu yaşda da, yetkinlik yaşında da diaqnoz qoyulur. Sadəcə burada da anamnez çox önəmlidir və anamnezdə soruşulur ki, sadalanan şikayətlər uşaq yaşlarında artıq özünü göstərməyə başlamışdımı, yoxsa yox. Bu həll edici şərtdir ki, yetkin yaşında bu diaqnoz qoyulsun. Bu arada yarımçıq qaldım. Mən şeydən danışırdım. 80% hallarda dediyim kimi genetik olaraq ailədə məlum olur ki, yəni ailə vasitəsilə, genetik vasitəsilə ötürülür. Və digər hallarda da deyilir ki, məsələn, beyində neyrotransmitterlər deyilən kiçik maddəciklər var, hansı ki, nəinki beyində, bütün orqanizmdə orqanların funksiyasının həyata keçirilməsində, eləcə də serotonin, dopamin, noradrenalin kimi. Eləcə də həm orqanların funksiyanın yerinə yetirməsindən beyin aktivliyi, düşünmə, bütün proseslərin icrasında iştirak edirlər və bu neyrotransmitterlərdə hər hansısa bir pozğunluq, yaxud da beynin müxtəlif sahələrində aktivlik kimi fərqli mülahizələr var. Ancaq orası kəsindir ki, çox hallarda bu proses genetik olaraq ötürülür və demək olar ki, oğlan uşaqlarında, yəni kişi cinsində daha çox görülür, amma belə bir
Bəzi mənbələrə görə isə 2 yaş, iki cinsdə də ortaq görünür. Sadəcə problem odur ki, qadınlarda biraz fərqli cür təzahür edir və diaqnostika çox vaxt gecikir ya da heç qoyulmur. Bilirdin ki, 30 il bundan qabaq bu xəstəliyin sadəcə oğlan uşaqlarda və oğlan uşaqlarında olduğunu düşünürdülər. Bunu bilirdin? Yox, bilmirdim. Və bu maraqlı bir bu mövzu haqqında biraz araşdırma elədim. 30 il öncəyə qədər bu xəstəlik sadəcə oğlan uşaqlarında diaqnoz qoyurdular. Başqa heç kəsdə qoymurdular. Yəni 30 il qabaq da əslində 80-ci illər, 80-90-lar arası. 90. 90. Deməli, simptomlara qayıtsaq, ikinci simptom hiperaktivlikdir. Səncə necə göstərir bu hiperaktivlik özünü? Həm uşaqlarda ilk öncə, sonra da yetişkinlərdə. Əslində mən bu mövzuya uşaqlarda çox kritik yanaşıram. Uşaqlar məncə həqiqətən də hiperaktiv olmalıdırlar. Bu böyüklərdə artıq patolojidir, yəni bu böyüklərdə artıq xəstəlikdir. Uşaqlar mütləq olaraq hiperaktiv olmalıdırlar. Onların bütün hüceyrə neyronları deyək, ağrını hiss eləməlidir. Onlar dayanmalı deyirlər. Uşaq yıxılmalıdır yerə, uşaq qaçmalıdır. Uşaq bütün qıcıqların necə təsir bunu bədən öyrənir bir yaşa qədər. Bu mənim düşüncəmdir ki, bu uşaqlarda hiperaktivlik bu normaldır. Amma əgər bu böyüklərdə olursa, bu patoloji olur. Sənin sualıma gəldiyində isə böyüklərdə hiperaktivlik necə olur? Dayanmadan danışmaq, danışdığında və yaxud da bir yerdə dayana bilməmək, bir yerdə dincəlik tapa bilməmək, oturub eyni anda impulsların, beynə böyük bir impulsivliyin artması. Bu insanlar biz impulsiv niyə deyirik? Çünki elə bir güclü bir impuls gəlir ki, beyinlərinə, mən bu dəqiqə bunu eləməliyəm. Təbii ki, bunu sona qədər eləyə bilmir. Və hətta bəzən verdikləri sözləri artıq yadlarından çıxarırlar. O impuls artışı anında verdiyi sözü. Eynən. Bunu mən məsələn birdən-birə kimsə ağlına ideya gəlir ki, mən kitab yazacağam. Başlayır yazmağa. Başlayır yazmağa 1 səhifə, 2 səhifə, 3 səhifə, 4-cü səhifə artıq o unudulur, gedir və səhəri gün o kitab yaza da düşünür ki, mən nə bilim, eyni zamanda da idman eləməliyəm. Eyni zamanda da işimlə məşğul olmalıyam. Eyni zamanda bütün bədənlər niyə tələb eləyir? Davamlı olaraq adrenalin qəbulu tələb eləyir bədən. ADHS insanların böyüklərdə əsasən adrenalindən xoşlanırlar. Axtarırlar sadəcə adrenalin, onda özlərinin həqiqətən diqqətləri toparlanmış olur. Çox maraqlıdır. Əziz izləyicilər, videonun qalanını isə part 2-də paylaşacağıq. Bizi izləmədə qalın. Hələlik.